Günümüzün mənə görə ən qlobal məsələlərindən biri ChatGPT. Pasientlərimiz çox vaxt istər müalicəni, istər əməliyyat öncəsini, istər həkimin hətta sənədlərini, sertifikasiya sənədlərini belə ChatGPT-dən soruşanlar var. Nə yazıq ki, belə bir dövrdə yaşayırıq. Vallah hara gedəcəyimizi bilmirəm. Bəzən pasientlər öz başlarına ChatGPT-dən özlərinə dərman təyin edirlər. Çox yanlış bir şeydir. Heç kimə məsləhət görmürəm. Həkiminiz sizə cavab verirsə ki, biz bunu edirik, hər pasientə vaxtında geri dönüşlər edirik, kontrollara çağırırıq. Yəni biz durarkən ChatGPT-yə məncə müraciət etməyiniz tam yanlış bir şeydir. Ən sonda bir dənə qeyd edeyim ki, bəzən pasientlər sənədlərimizi, ixtisasımızı, sertifikasiyamızı, bəzən akkreditasiya balını belə ChatGPT-dən soruşurlar. Valla səhifəmizdə təsbit eləmişik, çox rahatlıqla özünüzə əziyyət vermədən girib oradan baxa bilərsiniz ki, şükür Allaha ki, hər şeyimiz qaydasındadır, bütün sənədlərimiz, təhsilimiz yerindədir. Yəni ChatGPT-yə məncə elə də ehtiyacınız yoxdur, əgər həkiminiz sizə vaxtı-vaxtına cavab verirsə.